Qaraçuxur qəsəbəsində özünə şəxsi tikili həyət ev axtaranlar üçün çox gözəl bir təklifimiz var. Dostlar, ev haqqında ətraflı məlumat verəcəm. Bu evi izləyicilərimiz tam fərqli bir qiymətlə başqa səhifələrdə görə bilərlər. Amma bu evi biz tamam başqa bir qiymətlə müştərilərimizə təklif edəcəyik. Yaxınlaş qardaşım. Və bura həyətidir. Jaluz pultla idarə olunan qapısıdır. Göstərək. Çox səliqəli, müasir üslubda bugünün tələblərinə cavab verən 2 mərtəbəli, 7 otaqlı, 300 kvadrat metr ölçülərə sahib gözəl bir həyət evini təqdim edirik. Burada manqalnisidir, tam addelini görürsünüz, qəşəng düzəldir. Həyətində ağaçların əkilməyi üçün əlavə yer də qoyulub, əziz dostlar. Suyudur, qazıdır, işığıdır, hamısı daimidir. Bu evi alan adam inşallah, Allah xeyir versin, alır, ölçür, yaşayır. Yəni ev tam təmirlidir. Bir neçə maşın yerləşən həyəti var. Kanalizasiya sistemi mərkəzi kanalizasiyadır. Kommunallar dediyim kimi hamısı qaydasındadır. Kamera sisteminə qədər quraşdırılıb. Bir də onu qeyd edim ki, dostlar, tikinti işləri keyfiyyətli tikinti materiallarından istifadə olunaraq bu ev inşa olunub. İndi evin daxili ilə sizi tanış edəcəm. Qarşısında belə bir teras hissəsi var. Oturmağa, stol qoymağa, çay içməyə qapalı belə bir teras hissəmiz var. Evə daxil olarkən, dostlar, xol hissəsi isti polla təmin olunub. Daxili hündürlüyü 3 metrə 40 sm. İkinci mərtəbəyə qalxan pləkanıdır. Burada mətbəx hissəsidir. Hamısı bir təqdim olunacaq, dostlar. İndi istəyirəm ilk öncə zalı sizin üçün təqdim edeyim. Ağ qapılar, boylar, belə bir geniş zalımız var. Hardasa 25 kvadrat, 30 kvadrat metr ölçülərə sahib geniş zalımız var. TV stentidir yığılıb, zalın pəncərəsi bahalı, karisli pəncərələrdir, gördüyünüz kimi. Teras hissəsi dediyim yerə tərəf baxır, yəni öz həyətinə bahalı laminatlardan, parket stili, keçmə laminatlardan istifadə olunub. Xolun sağ tərəfində sanuzel sanitar qovşağımız, bütün aksesuarlar quraşdırılıb, hazır vəziyyətdədir. Birinci mərtəbədə deməli, dostlar, zal, mətbəx, burada geniş bir mətbəximiz var. Mətbəx mebeli yığılmayıb, kim istəsə zövqünə görə mətbəx mebeli quraşdıra bilər. Burada birinci mərtəbənin ən üstün cəhətlərindən biri də odur ki, dostlar, birinci mərtəbədə zaldan əlavə 2 ədəd otağımız var. Yəni, oranı göstərək, qardaş. Bura bir otaq. Aboyları gördüyünüz kimi, dostlar, evin bütün aboyları ağ rənglərdən istifadə olunub. Burada ikinci otaq. Yəni, bu ev həqiqətən çox gözəldir. Nəyə görə, dostlar? Çox villada birinci mərtəbədə izləyicilərimiz yaxşı bilir. Zal olur, sanuzel, sanitar qovşaq və bütün otaqlar evin ikinci mərtəbəsinə salınır. Burada isə çox əla düşünülür hər şey. Birinci mərtəbədə zal, 2 ədəd yataq otağı, sanuzel, sanitar qovşaq, mətbəx çox əla düşünülür. İndi istəyirəm, dostlar, evin ikinci mərtəbəsini sizin üçün təqdim edeyim. Birinci mərtəbədə belə bir kombi otağı nəzərdə tutulub. İndi isə qalxırıq, dəyərli izləyicilərimiz, evimizin ikinci mərtəbəsinə. Belə bir balkon hissəmiz var, dostlar. Çox qəşəng, gözəl, həm genişdir, həm enli, həm də ki, uzunluğu çox əla. Hardasa 10 metrə uzunluğunda belə bir balkon hissəmiz var. Öz həyətinə baxır. Göstərək. İkinci mərtəbədə, dostlar, 4 otağımız var. Yəni, evimiz ümumi 7 otaqdan ibarətdir. İstəyirəm burada ən geniş otağı olan ikinci mərtəbədə.
İkinci mərtəbənin ən geniş otağı buradır. Belə bir geniş otağımız var. Gördüyünüz kimi hardasa 25-30 kvadrat ölçülərə sahib geniş otaqlarımız var. Gözü yormur dostlar. Həqiqətən təmir çox qəşəngdir. Yəni gözü yormur, mürəkkəb deyil. Sadə təmirdir, ağ rənglərə üstünlük verilir. İşləmələr hamısı patolog, ağ, qəşəng, yəni sadə müasir üslubda təmir işləri görülür. Bura evin ən kiçik yataq otağıdır. Gün vuran otaqları var gördüyünüz kimi. Bura bir yataq otağımız. Diqqətlə baxın dostlar, həqiqətən evin təmiri sadədir, amma çox gözəldir. Dediyim kimi gözü yormur, ağ rəngdə boylar, ağ rəngdə qapılar, pəncərələr karisli, bahalı pəncərələr. İkinci mərtəbədə dediyim kimi 4 otağımız var. 1, 2, 3 və 4. İkinci mərtəbənin sanuzeli, sanitar qovşağı təqdim edək. Bütün aksesuarlar quraşdırılıb, hazır vəziyyətdədir. Evin qiyməti haqqında məlumat verəcəm dostlar. Evin qiyməti başqa səhifələrdə tamam başqa qiymətdir. Evin qiyməti bizim səhifədə tamam başqa qiymət olacaq. Yəni 50.000 manat endirimlə. Başqa səhifələrdə 320.000, 330.000 manatla paylaşılıb. Qiyməti deyəcəm. Evi təqdim elədik. Kim alsa Allah xeyir versin. Deməli dostlar, ev Qaraçuxur qəsəbəsində hamının tanıdığı, belə deyim də, Maşallah Market deyilən bir yer var. Ərazidə yaşayanlar buranı yaxşı tanıyır. Maşallah Marketə yaxın bir ərazidə yerləşir. Yəni mərkəzi yola hardasa 100-150 metrəlik məsafəsi var. Ətraf hamısı həyət evləridir, villalardır. Yəni hündür mərtəbəli bina yoxdur, evin həyətinə baxan. Yerləşmə yeri çox rahatdır. Marşrut xətti, 146 nömrəli məktəb, uşaq bağçası, böyük ticarət obyektləri hamısı yəni evin yaxınlığında yerləşir. Evin tikintisi barəsində onu deyə bilərəm ki, dostlar, monolit betonla inşa olunub, ara kəsmələr hamısı monolit betondur, keyfiyyətli iş görülüb, qiyməti də dediyim kimi əməlli başlı endirim olunub, 260.000 manatla satışa qoyulub. Dostlar, bu evin sənədlərində də heç bir problem yoxdur. Paket kupçalı evdir, yəni torpağın da evində kupçası var. 160.000 manat. Əgər real alıcı olarsa, əziz dostlar, evin qiymətində yenə də ev sahibi ilə razılaşma olar. Tam hazır bir evdir. Allah xeyir versin dostlar. Zənginizi gözləyəcəm. Sağ olun, var olun.